Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Newton qanunlarında ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusu ilə davam edirik. Deməli, kütləsi 1,8 kiloqram olan cisim sükunət vəziyyətindən bərabər təcilli hərəkət edərək 1 dəqiqə ərzində 10 metr yol getdi. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Biz bilirik ki, əvəzləyici qüvvəni hesablamaq üçün kütləni təcillə vurmaq lazımdır. Kütləni bilirik, amma biz təcilin qiymətini bilmirik. O zaman kütləni olduğu kimi yazıram. Təcilin yerinə isə S bərabərdir AT kvadratı bölü 2-dən təcili 2S bölü T kvadratı tapırıq və buradakı təcilin yerinə həmən 2S bölü T kvadratını yazırıq. Bu da bərabərdir. Kütlənin qiyməti 1,8 kiloqram vurulsun. 2S, yəni 2 vurulsun 10 metr. Bölünsün zamanın kvadratı. 1 dəqiqə 60 saniyədir. 60 saniyənin də kvadratı 3600-dür. Bu da bərabərdir. Yuxarını vuranda eləyir. 1,8 10-a vuranda 18, 18-də 2-yə vursaq 36 yuxarıda, 3600 isə aşağıda. Bu da bərabərdir. 36-ları ixtisar aparsaq, yuxarıda 1, aşağıda isə 100 qalar. 100-1 Newton sualımızın cavabıdır. Deməli, cismə təsir edən əvəzləyici qüvvə 100-1 Newtondur. İkinci sualda, hərəkət tənliyi bu şəkildə olan cismə təsir edən əvəzləyici qüvvə 0,1 kN-dur. Bu cismin kütləsini hesablayın. Newtonun ikinci qanunundan cismin hərəkət təcilinin ona təsir edən əvəzləyici qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasib asılı olduğunu bilirik. Həmən bu düsturdan cismin kütləsini tapmaq istəsək, əvəzləyici qüvvəni təcilə bölməyimiz lazımdır. Buradan biz yazarıq kütlə bərabərdir. Əvəzləyici qüvvənin qiyməti 0,1 kN verilib. 0,1 kN demək 100 Newton deməkdir. Tənlikdən isə təcilin qiymətinin 10-a bərabər olduğunu görürük. O zaman mən burada 10 yazıram. 10 təcilin qiyməti metr bölü saniyə kvadratıdır. Buradan da alırıq 100-ü 10-a bölsək 10 kiloqram. Sualımızın cavabı deməli 10 kiloqramdır. Üçüncü sualda 0,2 kiloqram kütləyə malik cismə 5 saniyə ərzində 0,1 Newton qüvvə təsir edirsə, bu müddət ərzində cismin getdiyi yolu hesablayın. Cismin getdiyi yolu biz S bərabərdir AT kvadratı bölü 2 düsturundan tapa bilərik. Zaten burada V0'ın 0 olduğunu verib, yəni V0'ı nəzərə almırıq. Bərabərdir. İndi burada kütlə var və qüvvə var, amma təcil yoxdur. O zaman təcilin yerinə biz qüvvə bölü kütlə yazdırıq. T kvadratı və 2-ni isə olduğu yerdə yazıram. Bərabərdir. İndi qiymətlərini yerinə qoymaq lazımdır. Qüvvənin qiyməti 0,1 Newtondur. Zamanın qiyməti 5 saniyə və bunun kvadratı olur 25. Bölünsün. Kütlənin qiyməti 0,2 kiloqramdır. Məxrəcdəki 2-ni də olduğu kimi yazıram. Bu da bərabərdir. Deməli, alınır 25 bölünsün 4. 25-i 4-ə bölürük. Sualımızın cavabı deməli, bu cismin getdiyi yol olmuş olur. Dördüncü sualda deyir ki, cismin sıxlığını hesablayın. Burada təcil var, qüvvə var. Biz sıxlığın rho bərabərdir, m bölü v olduğunu bilirik. O zaman rho bərabərdir. İndi m bizdə yoxdur, v var, yəni həcm var. Amma belə deyək, kütlə yoxdur. O zaman kütləni tapmaq üçün biz Newtonun ikinci qanunun A bərabərdir F bölü M olduğunu bilirik. Oradan M'in yerinə biz F bölü A yazacağıq. Və V də məxrəcdə olduğu üçün V-ni də olduğu kimi saxlayıram. İndi burada qiymətlərini yerinə qoyuruq. Qüvvənin qiyməti 4, 4-ə uyğun təcilin qiyməti isə 10-dur. Qüvvənin yerinə 4, təcilin yerinə isə 10 yazıram. Həcmin qiymətinin isə 50 kub santimetr, yəni 50 vurulsun 10 üstü mənfi 6 olduğunu görürük. Bu da bərabərdir. Deməli, burada bir dənə 0 var, burada da bir dənə 0 var. O zaman 4-ü də 5-ə bölək, olar 0,8. Bax, bu 1 0-la bu 1 0, 10 üstü mənfi 6-nı 10 üstü mənfi 4 eləyir. 10 üstü mənfi 4 də yuxarı çıxanda olur 10 üstü
müsbət 4. 0,8-də 10 üstü 4-ə vuranda alınır 8 10 üstü 3, yəni 8000 kiloqram bölü kub metr. Davam edirik növbəti sualla. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllıq qrafikini qurun. Burada belə deyək, birinci hissədə cismin təcilinin mənfi olduğunu, yəni təcilin proyeksiyasının mənfi olduğunu, ikinci hissədə isə təcilin proyeksiyasının müsbət olduğunu biz görürük. Bunu hardan bilirik? Əgər qrafik aşağı doğru düşürsə, o zaman təcilin proyeksiyası mənfidir. Qrafik yuxarı doğru qalxırsa, təcilin proyeksiyası müsbətdir. Təcil mənfidirsə, qüvvə də mənfidir. Yəni 0-T1 aralığında əvəzləyici qüvvənin proyeksiyası mənfidir. T1-T2 aralığında isə əvəzləyici qüvvənin proyeksiyası müsbət olmalıdır. T2-ni bura yazıram. Bu da əvəzləyici qüvvənin proyeksiyasının zamandan asıllıq qrafiki. Davam edirik növbəti sualla. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asıllıq qrafikini qurun. 5-ci məsələdə dediyimiz kimi, əgər qrafik yuxarı doğru qalxırsa təcil müsbətdir, əgər qrafik aşağı doğru düşürsə təcil mənfidir. O zaman birinci hissədə təcilin proyeksiyası və qüvvənin proyeksiyası müsbət çəkirik. Burada müsbətdir. Sonra bu hissədə, yəni sürət sabit olan yerdə əvəzləyici qüvvənin proyeksiyası sıfırdır. Sıfırın üzərində çəkirik. Sonra aşağı düşən hissədə isə əvəzləyici qüvvənin proyeksiyası mənfidir. Onu da bu şəkildə çəkirik. 0 T1, T1 T2 aralığı, burada da T2, T3 aralığı. Bu da əvəzləyici qüvvənin proyeksiyasının zamandan asıllıq qrafiki. 7-ci sualda cismin yerdəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllıq qrafikini qurun. Birinci aralıqda cisim X oxunun əksinə yavaşayan hərəkət edir. X oxunun əksinə, yəni V0x kiçik 0. Yavaşayan olduğu üçün təcil müsbətdir. Yəni biri mənfi, biri müsbət olmalıdır ki, nə olsun? Yavaşayan hərəkət olsun. T2, T3 aralığı X oxu istiqamətində yeyinləşəndir. X oxu istiqamətində deyirsə sürətin proyeksiyası müsbət, yeyinləşən deyirsə təcilin proyeksiyası da müsbət olmalıdır. Burada görürük ki, birinci və üçüncü aralıqlarda təcilin proyeksiyası nədir? Müsbətdir. Amma ikinci aralıqda sıfıra bərabərdir. Bax, bu hissədə təcilin proyeksiyası və əvəzləyici qüvvənin də proyeksiyası sıfırdır. O zaman birinci aralıqda da müsbət, amma ikinci aralıqda sıfır. Üçüncü aralıqda da müsbət çəkirik. Bu da olur əvəzləyici qüvvənin proyeksiyasının zamandan asıllıq qrafiki. Burada T1 yazıram, burada T2 yazıram, burada da T3 yazıram. Və davam edirik 8-ci sualla. Radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən 0,2 kiloqram kütləli cismin dönmə bucağının zamandan asıllıq qrafiki verilmişdir. Cismə təsir edən mərkəzə qaçma qüvvəsini hesablayın. Kəmiyyətlərin uyğun qiymətlərini koordinat oxları üzərində qeyd etməklə bu qüvvənin modulunun zamandan asıllıq qrafikini çəkin. Birinci növbədə bucaq sürətini omega bərabərdir fi bölü t-dən tapa bilərik. 16-nı 4-ə bölərik və buradan bucaq sürətinin qiyməti 4 radian bölü saniyə olmuş olar. Bunu biləndən sonra biz belə deyək ki, mərkəzə qaçma təcilini hesablaya bilərik. A bərabərdir omega kvadratı r, bu da bərabərdir. Omeganın yerinə 4-ün kvadratını yazarıq, 16 olar. Radiusun qiyməti də 0,5-dir. Bunları bir-birinə vuranda mərkəzə qaçma təcilinin qiyməti 8 olar. Qüvvəni də tapmaq istəsək, F bərabərdir MA-dan. Kütlə 0,8, təcil, daha doğrusu kütlə 0,2, təcil 8, qüvvənin qiyməti olur 1,6 Newton. İndi bizə nə deyir? Kəmiyyətlərin uyğun qiymətlərini koordinat oxları üzərində qeyd etməklə bu qüvvənin modulunun zamandan asıllıq qrafikini çəkin. Bu qüvvənin modulu zamandan asılı deyil, yəni qüvvənin modulu sabitdir. Çünki burada deyək qüvvə vahidi Newtondur. Çünki burada bucaq sürəti sabitdir. Bax, omega bərabərdir fi bölü t düsturuna əsasən. Bax, 16-nı 4-ə bölsəz də 4 alınacaq, 8-i 2-yə bölsəz də 4 alınacaq. Və yaxud burada 32 ilə 8 olsaydı, onları da bir-birinə bölüb 4 alacaqdıq. Yəni, omeganın qiyməti sabitdir demək istəyirəm. Omeganın qiyməti sabit, radiusun qiyməti zaten sabit. O zaman mərkəzə qaçma təcili sabit olur. Mərkəzə qaçma təcili sabit olan yerdə qüvvənin də sabit olması lazımdır. Yəni, qüvvə zamandan asılı olaraq dəyişmir. Burada
Qüvvənin vahidini Newton yazdıq, zamanın vahidində saniyə yaza bilərik. Yəni burada da zamanlar ola bilər 2, 4, nə bilim 6 və s. Bu şəkildə biz qüvvənin zamandan asılılıq qrafikini çəkmiş olarıq. 9-cu sualda, içərisində su olan menzurkaya kütləsi 400 qram olan bərk cismi daxil etməzdən əvvəl və sonra menzurkanın göstərişi təsvir edilmişdir. Cisim sıxlıqları cədvəldə göstərilmiş hansı maddədən hazırlanmışdır, deyir bizə. Burada həcmin 200-dən 250-yə qədər artdığını görürük. Deməli, bu içərisindəki cismin həcmi 50-yə bərabərdir. Çünki 200 idi, 250-yə qədər artdı. O zaman 50 sm kub bu cismin həcmidir. Bunu da kubmetrə çevirmək istəsək, 50 vurulsun 10 üstü mənfi 6 kubmetr deyə bilərik. Və yaxud da 5 vurulsun 10 üstü mənfi 5 kubmetrdir. İndi bizə nə lazımdır? Sıxlığı hesablamaq lazımdır. Kütlənin qiyməti 400 qram. O zaman yazıram, rho bərabərdir m bölü v. Buradan rho bərabərdir. Kütlənin qiyməti 400 qram, 0,4 kiloqram deməkdir. 5 vurulsun 10 üstü mənfi 5'i də burada yazıram. Bu da bərabərdir. Bunu hesablasaq, deməli 8000 olacaqdır sıxlığın qiyməti. Sıxlığın qiyməti 8000'dir. Deməli bu cədvəldə biz 8000'i olan axtarırıq. 8000 də burada poladdır. Deməli bu cisim nədən hazırlanmışdır? Poladdan hazırlanmışdır. Polad aləmdardan hazırlanıb bu cisim. Mematidən hazırlansaydı, sıxlığı biraz daha kiçik olardı. 10-cu sualla davam edirik. Başlanğıc sürəti 4 metr bölü saniyə, kütləsi isə 4 kiloqram olan cisim hərəkət istiqamətində yönələn 8 Newton qüvvənin təsiri altında 12 metr yol getmişdir. Onun son sürətini hesablayın. Deməli, hərəkət istiqamətində 8 Newton qüvvənin təsiri ilə 12 metr yol gedib. Biz buradan nəyi tapa bilərik? Biz buradan belə deyə bilərik də, S bərabərdir V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A desək. Bu da bərabərdir V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A-nın yerinə də F bölü M yaza bilərik. İndi bizə nə lazımdır? Bizə lazımdır son sürəti hesablamaq. V kvadratı bərabərdir kök altında V0'ın kvadratı üstə gəlinsin 2AS və yaxud da 2F bölü M vurulsun S. Yəni A'nın yerinə F bölü M yazdım. Bu da bərabərdir. Qiymətlərini qoymaq lazımdır yerinə. Başlanğıc sürətin qiyməti 4, kvadratı edər 16. Üstə gəl 2 vurulsun. F'in qiyməti yəni qüvvənin qiyməti 8 Newton. Yer dəyişmənin qiyməti 12 metr. Kütlənin qiyməti də 4 kiloqram. Bu da bərabərdir. İndi buradan ağara bilərik. Kök altında 16, üstə gəl. Buranı hesablamaq lazımdır. 8 ilə 4'ü aparsaq burada 2 qalar. 2'ni 2'yə vurarıq 4, 4'ü də 12'yə vurarıq 48. 16'nın üzərinə 48 gələndə 64 olur. V'nin kvadratı bərabərdir 64-dürsə, buradan V bərabərdir 8 metr bölü saniyə alınır. Sualımızın cavabı 8 metr bölü saniyə olmalıdır. Davam edirik. Neçənci sualla? 11-ci sualla. Cisim hərəkət istiqamətində yönəlmiş 78 Newton qüvvənin təsiri altında 50 metr yolda sürətini 5-dən 8'ə artırıb. Onun kütləsini hesablayın. S bərabərdir V'nin kvadratı çıxılsın V0'ın kvadratı bölünsün 2A. Bu da bərabərdir V kvadratı çıxılsın V0'ın kvadratı bölünsün 2. A'nın yerinə yazıram F bölü M. Bizə lazımdır burada cismin kütləsini hesablamaq. İndi M bərabərdir V kvadratı çıxılsın V0'ın kvadratı. Yuxarıda isə olacaqdır 2F vurulsun S. Bərabərdir 2 vurulsun, qüvvənin qiyməti 78, yolun qiyməti 50. Bölünsün V kvadratı çıxılsın V0'ın kvadratı. Yəni 8'in kvadratı 64, 5'in kvadratı da 25. 64 çıxılsın 25. O da bərabərdir. Yuxarıda nə inir? Yuxarıda 780 olur.
Səhv eləmirəmsə, hə 780 yuxarıda. Yoxsa 78-i 100-ə vururuq, bu 7800 eləyir. 7800 yuxarıda, 39 da aşağıda. 78 ilə 39 ixtisar getsə 2 qalar, yanında da 2 dənə 0 var, yəni 200 kiloqram olur sualımızın cavabı. 12-ci sualda cismin hərəkəti istiqamətində yönəlmiş 150 Newton qüvvənin təsiri altında 20 kiloqram kütləli cisim sürətini 1-dən 4-ə qədər dəyişib. Bu zaman müddətində cismin getdiyi yolu hesablayın. S bərabərdir V kvadratı çıxılsın V sıfırın kvadratı bölünsün 2A. Bu da bərabərdir V kvadratı çıxılsın V sıfırın kvadratı bölünsün 2. A-nın yerinə yazıram F bölü M. Bölünsün olduğu üçün M qalxır yuxarı. Belə bir şey olacaq. Bərabərdir, bərabərdir. V kvadratı çıxılsın V sıfırın kvadratı. Yəni 4-ün kvadratı çıxılsın 1-in kvadratı. Bu da eləyir 16 çıx 1. 16-dan da 1-i kalkulatorla çıxırsınız. Kütlənin yerinə də 20 kiloqram 20-də olduğu kimi yazıram. Bölünsün 2 vurulsun, qüvvənin qiyməti də 150. Bu da bərabərdir, bərabərdir. 15 vurulsun 20 bölünsün 2-ni də 150-yə vursaq 300 eləyər də yəqin ki. Yuxarıda da 300 var, aşağıda da 300 var. 300-ü də 300-ə böləndə alınır 1 metr. Sualın cavabı 1 metrdir. 13-cü sualda bir-biri ilə 60 dərəcəlik bucaq əmələ gətirən və qiymətləri 5-3 olan iki qüvvənin təsiri altında kütləsi 200 qram olan cismin aldığı təcili hesablayın. İlk növbədə bunların əvəzləyici qüvvəsini hesablayaq. F bərabərdir kök altında F1 kvadratı, üstəgəl F2 kvadratı, üstəgəl 2 F1, F2 kosinus alfa deməyimiz lazımdır. Bu da bərabərdir kök altında birincinin kvadratı, yəni 5-in kvadratı 25. 3-ün kvadratı 9. Üstəgəl 2 vurulsun, 5 vurulsun, 3 vurulsun, kosinus 60 dərəcə o da eləyir 1 bölü 2. Bərabərdir. Bax, buradakı 2 ilə buradakı 2-ni aparsaq. 25-in üzərinə 9 gəlsək 34, burada da var 15. 34-ün üzərinə də 15 gələndə 49, kök altında 49-dan da 7 çıxır. Deməli, əvəzləyici qüvvənin qiyməti nədir? 7-dir. Təcili hesablamaq üçün də F bölü M deyərik. Yəni, əvəzləyici qüvvənin qiyməti 7 Newton, kütlənin qiyməti də 0,2 kiloqram, 7-ni də 0,2-yə böləndə 35 metr bölü saniyə kvadratı alınır. Bu da nəyin qiymətidir? Təcilin qiymətidir. Davam edirik 14-lə. OX oxu istiqamətində hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini qurun. Birinci növbədə təcilin proyeksiyası müsbət görünür, yəni əvəzləyici qüvvənin proyeksiyası müsbətdirsə, təcil də müsbətdir. Təcil müsbətdirsə və hərəkətə başlayırsa, burada başlanğıc sürət 0 olmalıdır. 0-dan hərəkətə başlamalıdır və nə olmalıdır? Təcilin proyeksiyası müsbət olduğu üçün qrafik yuxarı doğru qalxmalıdır. T1, T2 aralığında isə, belə deyək, qüvvə 0 olduğu üçün, əvəzləyici qüvvə 0 olduğu üçün sürət sabit olmalıdır. Və sürətin proyeksiyasının zamandan asılılıq qrafiki bu şəkildə olacaqdır. 15-ci sualda. Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. 3M kütləli kub F qüvvəsi ilə dartılır. Sapın T gərilmə qüvvəsi 20 Newton olarsa F dartı qüvvəsini hesablayın. Gözəl insanlar, bu tip məsələlərdə sadə bir yol demişdik. T-ni çəkən, yəni T-nin çəkdiyi bir dənə M kütləsi var. Burada ipin gərilməsinə səbəb olan M kütləsidir. O zaman biz yazırıq. T bərabərdir MA, o da bərabərdir 20 Newton. Düzdürmü? Düzdür. İndi F qüvvəsini bizdən istəyir. F-in çəkdiyi hansı kütlə var? F-in çəkdiyi də baxırsınız ki, 3 dənə kütlə var və bunların toplamı M, 2M, 3M-in toplamı eləyir 6M. O zaman biz yaza bilərik burada. F bərabərdir 6MA, o da bərabərdir. Bir dənə MA 20-dirsə, 6 dənə MA da olar 120 Newton. Deməli, sualımızın cavabı 120 Newtondur. Davam edirik 16-cı sualla. Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli kub sapla bir-birinə bağlanmışdır. 3M kütləli kub 60 Newton qüvvə ilə dartılır. T gərilmə qüvvəsini hesablayın.
Bax, burada F'in çəkdiyi 3 dənə kütlə var. Düzdürmü? Düzdür. O zaman biz yaza bilərik. F bərabərdir. 3 dənə kütlənin toplamı nə qədərdir? M-in üzərinə 2M gələrsə 3M, 3M-ə də 3M gələrsə 6M. Deməli, F bərabərdir 6MA. O da bərabərdir 60 Newton. T-nin çəkdiyi isə bir dənə M kütləsi var. Deməli, T isə MA-ya bərabərdir. O da bərabərdir. 6MA 60-dırsa, bir dənə MA da 10 Newton olar. Sualımızın cavabı 10 Newton olacaqdır. Davam edirik 17-ci sualla. İpin T gərilmə qüvvəsinin 15 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. Deməli millət, burada bizə T-nin qiymətini verib. T-nin çəkdiyi hansı kütlə var, buna fikir veririk. T-nin çəkdiyi bir dənə M kütləsi var. O zaman mən yaza bilərəm. T bərabərdir. İndi burada elə bil ki 2M kütləsi var sol tərəfdə. Sağ tərəfdə isə baxsanız 3 dənə M kütləsi var. O zaman 3 dənə M kütləsi ağır olduğu üçün bura aşağı düşəcəkdir. Yəni biz yaza bilərik T bərabərdir. Aşağı düşən hissə üçün də çıxılsın yazırsınız. MJ çıxılsın A. Nə qədər verilib bu ip gərilməsini? 15 Newton verib. 15 Newton. İndi F qüvvəsi, baxırıq ki aşağısında hansı kütlə var? F'in aşağısında 3 dənə M kütləsi var. O zaman biz yaza bilərik F bərabərdir. 3 dənə M kütləsi vurulsun J çıxılsın A. O da bərabərdir. Bir dənə MJ çıxılsın A 15-dirsə, 3 dənəsi 3 vurulsun 15, yəni 45 Newton olar. Sualımızın cavabı nədir? 45 Newtondur. Davam edirik 18-ci sualla. Yüklər sistemi hərəkətə başladıqdan sonra 2 saniyə ərzində birinci cismin yerdəyişməsinin modulu nəyə bərabərdir? Bunu hesablamaq üçün birinci növbədə sistemin təcilini tapmaq lazımdır. Sistemin təcilini hesablamaq üçün də rahat bir düsturumuz var ki, bu düsturda M1 çıxılsın M2, bölünsün M1 üstəgəl M2, vurulsun J şəklindədir. Buradan A bərabərdir. Kütlələrin qiyməti 6 və 4 kiloqramdır. 6 çıxılsın 4, bölünsün 6 üstəgəl 4, vurulsun J-nin qiyməti də 10-dur. İndi burada 10 olduğu üçün bu 10-dan bu 10 getdi. 6-dan 4-ü çıxırıq və alınır 2. Deməli, təcilin qiyməti 2 metr bölü saniyənin kvadratıdır. Bizə istəyir yerdəyişmənin modulu. S bərabərdir AT kvadratı bölü 2. V0-ı niyə yazmadıq? Çünki yüklər sistemi hərəkətə başladıqdan sonra deyir. Yəni, başlanğıc sürət 0-dır, qəbul edə bilərik. Təcilin qiyməti 2. Zamanın qiyməti burada 2 saniyə verilib, kvadratı olur 4, bölünsün 2. 2-lər getdi, geriyə qaldı 4 metr. Deməli, cismin yerdəyişməsinin modulu 4 metrə bərabərmiş. Davam edirik 19-cu sualla. Birinci halda cismin təcili 4 metr bölü saniyə kvadratı, ikinci halda isə 3 metr bölü saniyə kvadratıdır. Cisimlərin kütlələri nisbətini hesablayın. Bunu tapmağımız üçün birinci halda deməli bizə qüvvə verilib. Düzdürmü? Qüvvənin qiyməti 20. Təcilin qiyməti də verilib. 4 metr bölü saniyə kvadratı. O zaman biz buradan M1 kütləsini tapa bilərik. Qüvvəni təclə bölərsiniz. Yəni M1 bərabərdir F bölünsün A. Qüvvə 20, təcil 4. Burada kütlənin qiyməti 5 kiloqram olur. Deməli, birinci cismin kütləsi 5 kiloqramdır. İndi ikinci halda sistemin təcilindən 3 verilib. Buradakı təcil 3-ə bərabərmiş. Qüvvə də 27-dir. O zaman ümumi kütlə 27 bölü 3-dən 9 kiloqram alınmırmı? Alınır. Birincinin kütləsi 5 kiloqramdırsa, o zaman ikincinin kütləsi nə qədər olmalıdır? 4 kiloqram olmalıdır ki, ümumi kütlə 9 kiloqrama bərabər olmuş olsun. Bizdən isə M1 bölü M2 nisbətini soruşur. M1-in 5 olduğunu, M2-nin 4 olduğunu gördük. 5-i də 4-ə bölsək 1,25 alınar. Növbəti sualda deyir ki, kütləsi 3 kiloqram olan cismi bir-biri ilə 60 dərəcə bucaq təşkil edən və modulları 3-5 olan 2 qüvvə təsir edir. Cisim sükunət vəziyyətindən hərəkətə başlayaraq 8 saniyə ərzində nə qədər yer dəyişmə edər? Bu 20-ci sualı bayaq bir məsələdə də baxmışdıq. Bax, 3 ilə 5 orada da verilmişdi bizə. Baxım görüm haradadır o məsələ. Bax, fikir verin, burada da 13-cü məsələdə də 3-5 vermişdi və aralarında 60 dərəcəlik bucaq vermişdi. Biz burada əvəzləyici qüvvəni 7 tapmışdıq. Pifaqorlar, daha doğrusu kosinuslar teoremindən.
Deməli, burada da yenə 5 və 3 Newton verilib, aralarında yenə 60 dərəcəlik bucaq var. O zaman biz buradan artıq vaxt itirmirik və deyirik ki, əvəzləyici qüvvə 7 Newtondur. 3 ilə 5-in əvəzləyicisi 7 Newton oldu. Aralarında 60 dərəcə bucaq olan zaman. İndi bizə nə lazımdır? Bizə lazımdır 8 saniyə ərzində nə qədər yer dəyişmə icra edər. S bərabərdir AT kvadratı bölü 2 bərabərdir. Bax, təcilin yerinə F bölü M yazıram. Geri qalanlarda olduğu kimi yazdım. Yəni 2-ni yazıram, T'nin kvadratını yazıram olduğu kimi. Bərabərdir. Qüvvənin qiymətini, yəni əvəzləyici qüvvənin 7 tapdıq. Zamanın qiyməti nə qədərdir? 8 saniyə. Kvadratı olur 64. Bölünsün. Kütlənin qiyməti 3,5. Buradakı 2-ni də olduğu kimi yazıram. Bərabərdir. Buradakı nə ilə? 3,5-i 2-yə vuranda 7 olur. Buradakı 7 ilə ixtisar gedir. Geriyə qalır bir dənə nə? 64. 64 metr. Deməli, cisim 8 saniyə ərzində 64 metr yer dəyişmə icra etmiş olar. Davam edirik 21-ci sualla. Sükunət vəziyyətində olan verilmiş kütləli cisim müxtəlif sabit qüvvələrin təsiri altında hərəkət edərək eyni V sürəti qazanır. Müvafiq düsturlar yazmaqla cismin yer dəyişməsinin modulunun tətbiq olunan müxtəlif əvəzləyici qüvvələrdən asılılıq qrafikini çəkin. Biz yaza bilərik S bərabərdir V-nin kvadratı bölünsün 2A. Bu da bərabərdir V-nin kvadratı bölünsün 2 A-nın yerinə, yəni təcilin yerinə F bölü M yazıram. Və biz buradan görürük ki, yer dəyişmənin modulu tətbiq olunan əvəzləyici qüvvədən tərs mütənasib asılıdır. O zaman biz S-in F-dən asılılığını tərs mütənasib çəkməliyik. Burada S yazırıq, burada F yazırıq. Tərs mütənasib asılılıq qrafiki də bu şəkildə olur. Növbəti sualla davam edirik. Sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun zaman anında cisim dayanarsa, bu zaman müddətini hesablayın. Biz, gözəl insanlar, belə deyək, qüvvə zaman qrafikinə baxaraq təcil zaman qrafikini də çəkə bilərik. Baxın, bunu necə çəkək? Məsələn, tutalım ki, burada 3F-ə uyğun gələn təcili mən 3A desəm. Burada AX, burada da T yazıram. Məsələn, 3F-ə uyğun gələn təclə biz 3A deyək. O zaman burada qrafikdə 3A-nı qeyd edirik və qüvvə sabitdirsə təcilində sabit olması lazımdır. Sonra buradakı T0-ı işarə eləyirəm. İndi buradakı mənfi 2F-ə də uyğun olaraq mənfi 2A deyə bilərik. O zaman mən burada da mənfi 2A-nı qeyd elədim. İndi burada da aşağıdadır qrafik sabitdir. Aha. Deyir ki, A nöqtəsinə uyğun zaman anında cisim dayanarsa, cismin dayanması demək, sürətin 0 olması deməkdir. Zaten sükunət vəziyyətindən başlamışdı. Biz bilirik ki, təcilin zamandan asılılıq qrafikində fiqurun sahəsi bizə sürətin dəyişməsini verir. O zaman mən bu fiqurun sahəsini taparam. Deyərəm ki, buradakı sürət dəyişməsi müsbətdir və 3A vurulsun T0 qədərdir. 3A buradadır, T0 da burada. Bunları bir-birinə vuranda olur 3A T0. İndi biz buradan deyə bilərik ki, əgər yuxarıda 3A T0 varsa, sürət dəyişməsi bu qədərdirsə, aşağıda da həmən 3A T0-ı biz nə etməliyik? Tutmalıyıq. Yəni, bu hissədə də 3A T0 olmalıdır, amma qrafik aşağıda olduğu üçün mənfi olacaq. Belə düşünün də, məsələn, yuxarıda müsbət 3 var, aşağıda mənfi 3 var. Toplamı nə qədərdir? 0-dır. Yəni, sürət sıfırlanacaq. Burada da yuxarıda müsbət 3A T0 varsa, aşağıda da 3A T0-ın olması lazımdır. İndi burada təcilin qiyməti mənfi 2A-dır. Mənfi 2A-nı neçəyə vursaq 3A T0 alınır. Deməli, neçəyə vursaq 1,5 T0-a vursaq alınır mənfi 3A T0. Mən burada demək istədim ki, zamanın qiyməti 1,5 T0 olmalıdır. Bax, buradakı aralıq T0 və A nöqtəsi arasındakı zaman fasiləsi 1,5 olmalıdır. 1,5 T0 buranın olması lazımdırsa, o zaman A nöqtəsinə uyğun zaman anı T0-ın üzərinə 1,5 T0 gələrik, o da olar 2,5 T0. Davam edirik 23-cü sualla.
Cismə bir düz xətt boyunca yönələn modulları verilən qüvvənin verdiyi ən böyük təcilin modulu A-ya bərabərdir. Ən kiçiyinin modulunu hesablayın. Ən böyüyünü tapmaq üçün bunları toplamaq lazımdır. 30, 20, bu da 5. Nə qədər oldu? 55. Yəni uzatmağa gərək yoxdur, qısa şəkildə deyəcəm. Ən kiçiyini tapmaq üçün də 20-nin üzərinə 5 gəlsək 25 olar, 30-dan 25-i də çıxsaq 5 alınır. 5 Newton. Bax, 55 Newtona uyğun təcil A-ya bərabərdirsə, 5 Newtona uyğun təcil də bundan 11 dəfə kiçik. Yəni A bölü 11 olmalıdır. Davam edirik 24-cü sualla. Radiusu 8 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən 0 kiloqram kütləli, 0,2 kiloqram kütləli cisim A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə müddətində çatır. Ona təsir edən mərkəzə qaçma qüvvəsini hesablayın. Yazıram, F bərabərdir M vurulsun A. Bu da bərabərdir M vurulsun. A-nın yerinə biz yaza bilərik. Omeganın kvadratı bölünsün R yazsaq. Yox, omega kvadratı bölünsün R yox. Omega kvadratı vurulsun R yazmalıyıq. Aha. İndi biz burada omeganı tapa bilərikmi? Baxaq görək. Omega bərabərdir. Fi bölünsün T'dir. Bu da bərabərdir. Fi'nin yerinə indi 45 dərəcə demək, elə bil ki, pi bölü 4 deməkdir. Çünki 180 dərəcə pi'dir. 45 dərəcə isə pi bölü 4'dür. O zaman fi'nin yerinə mən pi bölü 4 yazıram. Zamanın qiyməti də 0,5. Burada 0,5'imizi yazırıq. Bu da bərabərdir, alınır pi yuxarıda, 2 də aşağıda. Burada gətirib qiymətini yerinə qoyuruq. Kütlənin qiyməti 0,2. Omeganın qiymətini pi bölü 2 aldıq. Kvadratı olduğu üçün olur pi kvadratı bölü 4. Radiusun qiyməti isə 8 metrdir. 8 də burada yazırıq. Bu da bərabərdir. İndi pi kvadratının yerinə bizə deyir ki 10 yazın. Pi kvadratının yerinə 10 yazacaq. 0,2 vurulsun 10 vurulsun 8 bölünsün 4. O da bərabərdir. 16 bölü 4. 16'ını da 4'ə bölərik. Cavabımız alınar. Nə qədər? 4 Newton. Davam edirik 25-ci sualla. O, koordinat başlanğıcında olan cismin 3 qüvvənin təsiri ilə sükunətdədir. Bu qüvvələrdən ikisi şəkildə təsir olunmuşdur. Üçüncü qüvvənin OX və OY oxları üzrə proyeksiyalarını hesablayın və bu qüvvə vektorunu çəkin. Hər üç qüvvə şəkil müstəvisində yerləşir, deyir bizə. Əvvəlki mövzuda da demişdik ki, qüvvələrin əvəzləyicisinin sıfıra bərabər olması üçün qüvvələrin toplamı, yəni belə deyək ki, qüvvələri uc-uca əlavə etdiyimiz zaman başlanğıc nöqtəyə geri qayıtmalıdır. Yəni, O nöqtəsinə yenidən geri qayıtmalıdır. Bax, bu F1 qüvvəsi ki var, bu F1 qüvvəsini F2 qüvvə vektorunun ucuna əlavə eləyirəm. Bax, bu şəkildə əlavə etdik. İndi F2 zaten bu tərəfə doğrudur, bu öz yerində. F1'i də bunun ucuna əlavə etdik. Bu qüvvə vektorlarının hər birini ayrı-ayrılıqda yazım. Baxın, bu F2 qüvvə vektorudur, bu F1 qüvvə vektorudur. İndi bizə lazımdır F3 qüvvə vektoru. Bayaq da dediyim kimi, F3 o istiqamətdə yönəlməlidir ki, başlanğıca geri qayıtsın və qüvvələrin əvəzləyicisi 0 olsun. O zaman F3 qüvvə vektorunu buradan tutub başlanğıca doğru çəkirəm və bu da bizim olur F3 qüvvə vektorumuz. Bax, o başlanğıc nöqtəsinə geri qayıtdı. O zaman bu vektoru bizə hər birini O nöqtəsinə gətirmək lazımdırsa, bu qüvvə vektorunu da O nöqtəsinə gətirirəm. Bax, bu şəkildə. Bu da olur bizim F3 qüvvə vektorumuz. Deməli, qaydamız necə oldu? Qüvvələri uc-uca əlavə edirik və uc-uca əlavə etdiyimiz zaman başlanğıc nöqtəyə geri qayıtmalıdır. Başlanğıc nöqtəyə geri qayıdırsa, o zaman bu qüvvələrin əvəzləyicisi 0-a bərabər olmuş olur. Deməli, bu bizim çəkdiyimiz qüvvə vektoru nə oldu? F3 qüvvə vektoru oldu. Bizə deyir ki, proyeksiyalarını yazın. İndi sağa doğru baxıram ki, bir bölgüdür də bu qüvvə. Sağa doğru bir bölgü olduğu üçün F3x bərabərdir 1'dir, müsbət 1'dir. Aşağı doğru isə 3 bölgü getdiyi üçün bu da mənfi 3'dür. Yəni F3y bərabərdir. Burada mənfi 3'ə uyğun gəlir. Mənfi 3 Newtondur. Bu 1 Newton, bu da mənfi 3 Newton. Vəssalam.
Davam edirik. Neçənci sualla? 26-cı sualla. Eyni materialdan hazırlanmış kürələr toqquşur. Toqquşma zamanı hər hansı anda birinci kürənin aldığı təcil A olarsa, ikinci kürənin aldığı təcil nəyə bərabərdir? İndi bu toqquşma zamanı qarşılıqlı təsir olduğu üçün qarşılıqlı təsir qüvvələrində qiymətcə bərabər, istiqamətcə əks olduğunu bilirik. Yəni burada qüvvə sabitdir. O zaman təcil üçün biz deyə bilərik, təcil bərabərdir əvəzləyici qüvvə bölü kütlə. Buradan təcil bərabərdir qüvvə bölü kütlənin yerinə də rho vurulsun V yazıram. Bu da bərabərdir F bölünsün, rho vurulsun, V'nin yerinə də 3'də 4 pi r kubu yazıram. Biz buradan görürük ki, cismin hərəkət təcili radiusun kubu ilə tərs mütənasibdir. Bax, radiusun kubu ilə. Əgər bunun təcili A-ya bərabərdirsə, ikincinin radiusu 2 dəfə böyük olduğu üçün, bax, R-dən 2 yerə gəlirik, radiusu 2 dəfə artdığı üçün təcilin 8 dəfə azalması lazımdır. Yəni, bunun təcili A bölü 8 olmalıdır. 27-ci sualda 2 qüvvənin əvəzləyicisinin ən böyük qiyməti 14, ən kiçik qiyməti isə 2-dir. Bu qüvvələr perpendikulyar yönəllikdə əvəzləyici qüvvənin modulunu hesablayın. Ən böyük qiyməti 14, ən kiçik qiyməti 2-dirsə, bu 8 ilə 6-dır. Yəni, 8 ilə 6-nın toplamı 14-dür. 8 ilə 6-nın fərqi isə 2-dir. Deməli, qüvvələrdən biri 8 Newtondur, biri isə 6 Newtondur. 8 Newton və 6 Newton qüvvələri bir-birinə perpendikulyar yönəldiyi zaman onların əvəzləyicisini tapmaq üçün Pifaqor teoremindən istifadə olunur. Yəni, əvəzləyici qüvvə bərabərdir kök altında 8-in kvadratı üstəgəl 6-nın kvadratı, o da bərabərdir kök altında 100, o da bərabərdir 10 Newton alınır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.